Deməli, 3-cü papka 20-ci tapşırını da izah verirəm. Bunu normalda biz bunun fiqurundan da edə bilərik. Lakin bu tapşırıq cədvəllər papkasında olduğuna görə bunu cədvəllə eləməyə çalışaq. Bunu da necə eləyərik? Girərik Word-ə. Deməli, burada baxaq görək. Cədvəl olaraq baxaq da neçədən görə burada sütun var. Bax, 1, bax bu birinci sütundur. Bu xəttlər ikinci sütundur. Bu 3-dür. Bu 4'tü. Başa düşebilirsən də niyə? Burada 5'dir. Neçə sütun var burada? 1, 2, 3, 4, 5. 5 dənədir də. Düz deyil. Bəs neçə dənə sətr var? 1, 2, 3, 4. Elə bil bunu 2 dənə sayırsan. 3, 4, 5, 6. Aydındır. 5'in 6'ya cədvəl qurursan burada. 5'in 6'ya 5, 5'in 6'ya cədvəl qurdum. İndi nə edirsən? Bizə nə lazım olacaq? Tutaq ki, bax bu hissə var, baba bu hissə. Burada necə eləyəcək? Gəl birinci 3 ilə 4'ü birləşdirək. 3 ilə 4'ü birləşdirdik. Aydındır. Sonra burada da 3 ilə 4'ü birləşdirək. Bu ara ilə bir xətt olan hissədir də. Bir də burada da dəqiqə bunu belə verək. Və burada da 3 ilə 4'ü neyək? Biraz bunu kiçildək, tam görsənsin. Birləşdirək. Birləşdirək. Aha, bunu eləyəndən sonra bax bu hissəni seçək, bax bu hissəni seçək. Shift, Ctrl düyməsini basaq var. Sonra gəlin burada da bu ox göstərəndə seçirəm. Buranın rənglərini nə edirik? Göy eləyək. Aydındır. Buranı da nə edirik? Qırmızı eləyirik. Qırmızı. İndi bu hissəyə baxaq. Bax, bu hissəni seçdik. Ctrl basaq var. Gələn buranı da seçirəm. Sonra nəyi? Bura, bir də bura. Buraları da nə edirəm? Yaşıl edirəm də. Düz deyil. Aydındır bura kimi. İndi bizə nə lazımdır? İndi bizə nə lazımdır? Bax, bu fikir ver. Bu xətt var, bax, bu xətt elə bir bu xəttdir də. Başa düşə bilirsən? Bax, burada nə edirsən? Burada bir balaca bu hissəni biraz yığırsan da. Bax, buranı da. Biraz yığaq ki, o hissələr biraz yekə olsun da. Biz burada hansı ki mədə yazacaq da. Hətta biz də burada nə edə bilərik? Məsələn, bunu bütöv seçək. Burada gələk ən salamatını eləyək. Layout tabına gələk. Burada Avtofit var. Avtofit nədir? Uyğunlaşdırma. Avtofit kontent eləyəndə nə olur? Yazıya görə uyğunlaşdırma. Düz deyil. Lap bunu belə edirsən. Qoyursan bu hissəyə. Yaz buraya ikili say istəyir. Bir də 2 yaz. Necə gəldi yaz? Evdə çəliqədə yazarsan. Say, boşluq, sistemi. Aydındır. Bu sözü seçdim. Ctrl-Z-ni bas. Ctrl-Z. Gətirəm, bura qoyuram. Ctrl-V-ni bas. Bu yazdıq sözü böyüyür də. Aydındır. Burada bir dənə Ctrl-V ilə. Bunu neçə ilə? 16 ilə. Sil 16 ilə. Sonra yenə bunu da seçək. Ctrl-C. Gətirdi, qoyduq bura. Ctrl-V. Yəni bu formada sürətli işlə də. Sonra gətirsən qırmızı olan hissədə də Ctrl-V-ni basırsan. Prosta 16'nı silib neçə edirsən? 10 edirsən də. Evdə işləyəndə bu şəkil hissəsində də fikir verirsən. Lıq, nə bilim, look, lik. Bunlara fikir verərsən. Bir də vaxtımız azdır. Bu qədər açılış eləmək. Alignmentdə də bunu tən orta edirsən. O bütün cədvəli seçirsən. Bunu gəlirsən, burada nə edirsən? Home tabından ölçüsünü biraz böyüdək də. Məsələn, Times New Roman məsələn də. Ölçüsünü də misal üçün 14 eləyək. Ya da nə bilim 20 eləyək olsun yılan. 16, 20 yaxşıdır. 20 elədik. Düz deyil, amma yox, 20 çoxdur da. Bir dənə onda 16 yaxşıdır. Məsələn, 16 elədik, hə. 16 eləyəndən sonra bir dəqiqə, indi burada yazılar da var da. Düz deyil, bir dənə tez buzar yaz, qüvvətə yüksəltmək. Qüvvətə. Necə gəldi, yaz çox önəmli deyil. Aha. Yüksəlt. O yazın yazanda biləcəkdir, ölçü neçədir.
Match qaydası. 2 boşluq qaydası. Aydındır. Bir dənə də burada nə yazırıq? Bölmək qaydası. Bölmək qaydası. Bax, bunu eləyəndən sonra bütün cədvəl seçirik. Hamısını enirik, qalın edirik. Hamısını buradan tən orta edirik. Düz deyil, bir dəfəlik olsun da. Hamısının yazılarını ağ edirik. Ola bilər bəzən rəngi eyni olmasın. Ağ elədik. Görək burada necə idi? Hə, o yox. Şey hissələri qara idi da. Gəlin bu əməliyyatı ləğv edək. Bax, bu hissəni bütöv seçsək, bax, bu hissəni. Söhbət edə gedir. Bax, bu hissədə vururuq. Bu hissəni nə edirik? Ağ edirik. Düz deyil. Sonra bütöv seçirik. Bu 16 cm çox imiş də. Biraz azaldaq. Neçə? 14 yaxşıdır. Düz deyil. Bax, bu nədir? Autofit contentdir. Yəni yazıya yoğunlaşmadır. Gəlirəm layout tabına. Burada autofit window edirəm ki, bir mətn sayəsini görə də neynəsin? Biraz böyüsün. Düz deyil. Bu hissələri biraz neynəyək? Biraz balacalaşdıraq. Buranda biraz istəyirəm ki, yəni burada da bir normal ki, bu ən salamatı 12 edək. 12 daha yaxşıdır. 12 elədik. Əslində qalsa bu tapşırıq işləməmişdən qabaq bunu albom eləmək lazımdır. Ona görə gəlmir. Landscape eləyək. Bax, fikir verdin, məsafə çox oldu da. Aydındır. Artıq, məsələn, buranın ölçüsü neçədir? Məsələn, baxaq. Məsələn, eləyək bunu neçə? 1.5. Düz deyil. Buranı da, məsələn, neçə eləyək? 1.5 eləyək də. 1.5. Belə eləyək, 1.5. Biz bunu eləyəndə də bu xətkeş oynatmış oluruq da. Bir də əməliyyatları ləğv eləyək. Sən necə səhvən nədir? Ölçüsəni deyək. Yəni, məsələn, bu neçədə qutarır? Burada qutarırdı. Yəni, bu sərhədi keçmək istəmirəm də. Ona görə bunu elə əllə eləməyə çalışıram ki, bu sərhədi keçməyim də. Təxmini olaraq verdim. Düz deyil. Sonra bizdə nə qalır? Bizdə qalır bəzi artıq hissələri silmək. Necə? Gəlirsən buraya seçirsən. Kontrol bas saxla. Buranı da seçirəm. Buranı da seçirəm. Buranı da seçirəm. Bax, bu hissələrdə sol-sağ hissələr var. Sol-sağ. Görürsən, yoxdur da. Düz deyil. Solu-sağı yoxdur. Neynirəm? Gəlirəm buradan. Deməli, table design'a girirəm. Border'ı girirəm. Left'i yığışdırıram. Right'ı da yığışdırıram. Fikir verdin nə oldu? Elə bir silindi. Başa düşə bildin? Yoxsa yox. Sonra biz bax, bu hissəni seçək. Bu hissəni seçək. Dəqiqə, başı bu üçünü bir seçək. Kontrol bas saxla. Buranı da seçirik. Gəlirik, buranı neyinirik? No border eləməyə çalışırıq. No border eləyirik. Vəssalam. Getdi buralarda. Düz deyil. Bizə artıq şeylər lazım deyil də. Yoxsa yox. Bax, gəl bu iki dənə xananı neyniyək? Birləşdirək. Niyə? Çünki orada bir dənə diagonal qoyacaq. Bu ikisini seçim mörsel seçsən. Bax, bu hissəni birləşdirirəm. Sonra da mənə nə lazımdır? Diagonal. Girirəm bura. Bax, burada bir dənə nə atıram? Diagonal. Başa düşdün mən nə demək istəyirəm? Sonra bu ikisini də seçirəm. Birləşdirirəm. Aydındır. Sonra bu ikisini də seçib birləşdirək. Bu ikisini də seçib birləşdirək. Niyə? Çünki buralarda nə qoyacaq? Diagonal qoyacaq. Düz deyil. İndi gələk bura. Burada da məsələn bunun üstünə vuraq. Fikir verdin. İndi keçək bura qoyaq. Bu pisi diagonalı seçək. Buraya gələndə də yaddaşdadır da. Üstünə vurursan əmələ gəldi. Aydındır. Yoxsa yox. Sonra bura qoyaq. Bax, bu hissəyə. Bax, bu hissədə bir dənə nə lazımdır? Left eləmək lazımdır. Left eləyək ki, bildin də o border geçsin. Burada da left elədik. Bu ilə bir dəfəli də seçmək olar. İstəmirəm bir dəfəli eləyim. Çünki bu hissədə gedə bilər. Right eləyirik. Burada da right eləyirik. Aydındır yoxsa yox? Hə? Eləyə bilərsən bunu. Görək şəkildə elədir. Biraz, bir dənə də bu hissələri də silək də. Bax, görsən. Bu hissələri də silək. Gələ birinci bura qoyaq.
Bax, görürsən bu hissəni. Bu hissə artıqdır da. Bu xətti görürsən, bax bu xətti. Bildin də bu xətti. Nə edirəm? Right-in üstünə vuram, gedir. Burada da buraya qoyuram. Nəyə basıram? Left-i seçirəm ki, bu xətt geçsin. Aydındır. Belə. Gəlin biraz buranı da biraz artıraq. Belə. Buranı da biraz. Все. Aydındır. Yoxsa yox. Belə.